Xaricdə Təhsil Akademiyası qonağımızdır. Rəhbər olaraq Ülvi bəyi dəvət etmişik ki, elə oradan buradan yox, elə birbaşa özü cavablandırsın bütün bu sualları. Valideynlər bilirəm ki, kifayət qədər maraqla dinləyirlər. Çox suallar var ki, qaranlıq qalıb onlara, xaricə uşaq göndərirlər, övlad göndərirlər, narahatdırlar və çətinliklərinin olmasından bağlı məsələn suallar verirlər bizə. Ülvi bəy, birbaşa olaraq bu işdə siz belə məlumatlısınız da çox. Hansı çətinliklər məsələn tələbəni gözləyə bilər? Tələbənin belə deyim sizə, təhsil həyatında tələbəni heç bir çətinlik gözləmir. Ancaq tələbənin özü bir insan olaraq, əgər dələduzdusa, belə deyim də, nadinçdirsə, qeyri-ciddi yanaşırsa, istər ölkə daxilində, istər evinin içində, istərsə də universitetdə, onu problemlər təbii ki gözləyəcək. Tələbə oxumaq fikri ilə ora gedirsə, onu heç bir təhlükə gözləyə bilməz. Force major hallardan başqa. Ancaq yox, tələbə burada da 2 dəqiqədən bir problem gətirirsə valideyn üstünə, o gedib orada 5 qatı problem gətirəcək. Ona görə ailə, valideyn uşaq göndərmək istəyirsə, birinci uşağına baxsın. Uşağı oxumaq üçün, gələcəyini qurmaq üçün gedirsə, 100% orada işin olmayacaq. Amma yox, bu baxır ki, öz uşağıyla özü bacarmır. Təbii ki, o gedəndən sonra elə bir ay çəkməyəcək, ona 5 qat problem gətirəcək. Tələbələriniz arasında məsələn seçim edirsinizmi ki, tutaq ki, bir neçə imtiyazlı məsələn tələbələrə kömək olacaqsınız, dəstək olacaqsınız ailənin vəziyyətinə görə də? Belə deyim sizə, imtiyazlı tələbələrə deyəndə imtiyazlar, tələbələrə heç bir imtiyaz göstərmirik biz. Biz yalandan durum deyim ki, tələbələrə bəzi xüsusi olan var ki, imkanları olmur və yaxud da şəhid ailələrdir. Onlara təbii ki, biz onlara fərqli yanaşma sərgiləyirik. Ancaq belə xüsusi seçimlərdə tələbəyə heç bir imtiyaz qazandırmırıq. Niyə? Biz təhsillə təmin edirik onları. Xaricdə oxumaq üçün təmin edirik, asan yolla. Ona da gedir oxuyur. Yox, indi sadəcə maraqlanıram deyək ki, məsələn, müəyyən bir ailələr var da. Həssas təbəqəyə mənsub olan tələbələrdir, ailələrdir, bəli, onları təbii ki, bu bizim insanlıq borcumuzdur. Yaxşı, hökumət və yaxud da ki, özəl fondların təqaüdləri bəs necə sizdə olurmu? Hamısı var. Həm hökumət fondlarının təqaüdlərinə müraciət edirik, həm belə fərdi göndəriş proqramları. Bəli. Dövlət proqramlarına olan universitetlərə də müraciət edirik. Dövlət proqramında da tələbə iştirak edə bilir onunla, həmin o göstəricilərlə. Bilirsiniz də bizim Təhsil Nazirliyində bəzi universitetlərin siyahıları var ki, ora əsasən özləri dövlət proqramına daxil edərək maliyyələşdirirlər. Həmin universitetlərə də qəbulları təmin edirik. Yəni təhsil sahəsində, xarici təhsil sahəsində A-dan Z-yə hər işlə məşğuluq. Nömrələri bir daha səsləndirirəm. 055 ilə yıxa bilərsiniz, bir də 060 ilə 369 0000 nömrəsini. Deməli, Türkiyə daha çox Rusiya universitetlərinin qəbullar həyata keçirirsiniz. Amma birdən maraqlansalar, məsələn, Almaniyadır, digər ölkələrdir. İstənilən universitetlərə, istənilən ölkəyə biz göndəririk tələbəni. Almaniyada və yaxud Macarıstan ürəklər. İstənilən dövlət, istənilən universitetlərə biz tələbələri göndəririk. İmtahansız qəbul olan ölkələr varmı? Mən o barədə danışdım. İmtahansız bir çox universitetlərdir. İmtahanla yalnız təqaüd, ölkə və universitetlər. İmtahanla yalnız təqaüd istədiyiniz zaman, müəyyən bir imtiyazlar istədiyiniz zaman imtahana cəlb olunursunuz. Amma elə ölkələr də var ki, məsələn, viza mütləq lazım gəlir. O zaman dəstək ola bilirsiniz. Avropa ölkəsidir. Belə dəstək oluruq ki, vizaya hazırlayırıq biz. Viza prosesinə, vizada verilən suallar falan, buna hazırlayırıq. Amma biz ona 100% garantiya vermirik. Verən şirkətlərdən də valideynlər tələbələr qaçsın. Vizanı yalnız konsul verir, konsulun səlahiyyətləri çərçivəsindədir. Amma demək olar tələbələrə verilir, yəni tələbələrə təbii ki, tələbə yaşında olan, real tələbələrin hamısına verilir. Dinləyicimizin sualı gəlib deyir ki, təhsil səviyyəsi və yaxud keyfiyyəti baxımından Ülvi bəy hansı ölkəni üstün tutardı? Sadaladıqlarımızdan. Sadaladıqlarıma yenə gəlir niyə keyfiyyəti də nəzərə alın. Keyfiyyəti nəzərə alıram. Keyfiyyətə baxanda dünyada ilk 100-yə girən universitetlərdə oxumalıdırlar ki, bunlar bəli, o universitetlərdə aldığı təhsil bunlar üçün çox yüksək səviyyədə olsun. Ancaq biz belə deyim, təcrübə isə, illərin təcrübəsi isə onu göstərmir. Ən böyük şəxsiyyətlərin, dünyanı dəyişən beyin mərkəzlərinin tədrisini, təhsilini incələyəndə hansı əyalətdə sayılmayan dünya 100 minliyinə girən universitetlər. İnsanın özünə deyirsiniz. İnsanın özündən asılıdır. Tədris, bir şeyi nəzərdə saxlayın ki, Avropa qərb ölkələrində tədris, təhsil, belə deyim, individual deyil. Hardasa eyni sistemin üzərində qurulub. Eyni kitabdan, eyni hardasa. Bir balaca fərqlilik ola bilər ki, o da xüsusi universitetlərdə. Yəni bunu əgər tələbə oxuyursa,
hansısa X adlı universitetdə bu onu yaxşı mənimsəyirsə, orada oxumuş kimi nəticə göstərəcək. Yaxşı. Bir neçə sualım da var. Qısa-qısa cavablandıraq. Buyurun. Tələbələrimizin ən çox seçdiyi ölkə hansıdır? Türkiyə, Rusiya. Türkiyə Aydın. ona görə ki dilimiz yaxındır, Rusiya ona görə ki rus bölmələrimiz var, onlar üçün asan. Aha, münasibət necədir ümumiyyətlə bizim tələbələrə qarşı? Çox yüksək formada. Türkiyədə də, Rusiyada da çox yüksək formada. Aha. Heç bir institut günü bu günə kimi də, yəni bu sosial şəbəkələrdən də görürsüz ki, elə bir hadisələr yoxdur. Yaxşı. Əslində dedikləriniz ölkələr heç də bizə qardaş, yəni yaxın ölkələrdilər. Yəni Təbii ki. illərlə bizi birləşdirən çox Təbii bağlar var. Sonda bir sualım olacaq. Ənənəvi bu sualı demək olar Buyurun. bütün qonaqlarımıza səsləndirirəm. Niyə məsələn Azərbaycanda yox, xaricdə oxumağa üstünlük vermək lazımdır? Bilirsiniz necə? Azərbaycan bizim canımız, ciyərimizdir. Amma Azərbaycanda təhsil sistemi 70-ci ildə rus təhsil sisteminin üzərində qalan həmən ədəbiyyatdan keçirlər. Yeni bir şey yoxdur. Və yaxud da Yeni ki, ixtisasları sualı deyim, belə qoyaq. belə da. də deyim sizə. Aha. Xaricdə Türkiyədə olan ixtisas seçimlərin 90% Azərbaycanda yoxdur. Bu Yəni belə xaricdə təhsili seçən indi son zamanlarda Aha. çoxdur. Və bunun səbəblərini soruşmaq istəyirəm. Yəni sualı bu cür qoyaq. yaxşı. Səbəblərini deyim sizə. İnsan Avropaya, dünyaya açılmaq istəyir. Aha. Tələbə istəyir ki, dünya praktikası götürsün. Təhsildə də, yəni adaptasiyada da dünya praktikası götürsün. Və şirkətlərə niyə başqa şirkətlərə yox, bizə müraciət eləməlidirlər? Çünki biz ən güvənilir şirkətiyik. Ən güvənli, buradan açıq aydın deyirəm. Aa, Biz tələbədən bu pul cür. almırıq. Aha. Biz işimizi görürük. Gördüyümüz işi valideyn tələbə yoxlayır. Hər şey aydındırsa, şəffafdırsa, saxtakarlıq yoxdursa da bizim pulumuzu verir. O Bu zaman qədər sizi bəsit. valideynlərlə baş-başa qoyuruq. Minnətdaram. Ülvi bəy, Batamdar qəsəbəsində yerləşir ofisləri Xaricdə Təhsil Akademiyasının. Buyurun müraciət edin. Elə günü bu gün niyə təxirə salırsınız? Elə günü indi. Saat neçədir? 2-dir. Bəli. Saat 14:00-dan sonra müraciət edənlər radiomuzun adından da Ülvi bəyə deyə bilərsiniz ki, oradan eşitdiyi gəldi. Müəyyən bir endirimlər mütləq şəkildə sizə Mütləq. olunacaq. Əlaqə saxlayın. Üst tutun 055 və yaxud 060-lı yığıb zəng eləyib danışa bilərsiniz. 369 0000 nömrəsi ilə. Çox-çox təşəkkür edirəm gəldiyinizə Sağ görə. olun, Görüşərik. minnətdaram. Sağ olun. Bir neçə dəqiqədən sonra sizi xəbərlərdə gözləyirəm əziz dinləyicilərimiz.